Choose the correct information according to the passage. Mətnə əsasən düzgün məlumatı seçin. Some volcanoes are active, they can also be dangerous. Bəzi vulkanlar aktivdir, onlar həmçinin təhlükəli ola bilər. Mətnə əsasən doğru cavabımız A variantı götürülür. Çünki mətnin son hissəsindəki məlumatlara əsasən qeyd olunan məlumatda biz onların aktiv olduğunu görmüş oluruq. Yəni bəzilərinin aktiv olduğu haqqında məlumat verilmişdir. B variantında people cannot see volcanoes anywhere. İnsanlar heç bir yerdə vulkan görə bilməz. Cümlə inkarda yazıldığı üçün yanlışdır. Çünki qeyd olunan məlumatda verilən sualımızda, yəni dünyanın müxtəlif hissəsində insanlar vulkan görə bilərmi? Təbii ki, Danielin cavabına əsasən bəli, əlbəttə cavabına görə biz onu təsdiqləmiş oluruq və bu səbəbdən cümlənin inkarda yazılması yanlış hesab olunur. C variantında there are not any volcanoes in the USA. Yəni Birləşmiş Dövlətlərdə Amerikanı nəzərdə tuturuq ki, vulkan yoxdur. Yenə səhv məlumatdır. Çünki there are famous volcanoes in Italy, Japan, even in the United States. Yəni hətta Birləşmiş Dövlətlərdə, İtaliya və Yaponiyada məşhur vulkanlar var deyilir. Daha sonra D variantında Daniel really hate geography. Daniel həqiqətən də coğrafiyaya nifrət edir. Nifrət edir yox, zövq alırdı. Yəni biz burada enjoy sözündən istifadə etməliyik. I really enjoy geography qeyd olunub çünki məlumatımızda. Və sonuncu Y variantında Daniel is from 7th grade. Daniel 7-ci sinifdən oxuyur, yəni 7-ci sinifdədir. Yenə məlumat yanlışdır çünki 8-ci sinifdəndir Daniel Green. Bu səbəbdən biz yenə variantı səhv götürmüş olacağıq. Doğru cavabımız A variantı götürülür.